Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, son vaxtlar bir qısaca olaraq intellektual məsələ barədə danışmaq istədim. Bu daha çox belə deyək, bəlkə həm də elmi fəlsəfi çərçivə ilə bağlı bir söhbətdir. Nietzsche'nin bir kitabından belə bir analiz gördüm və bu mənim indi söhbət açacağım necə analiz. Bu mənim elə bil ki xatirimə müxtəlif cür əlaqəli belə mövzuları saldı və düşünürəm ki Nietzsche'nin indi bəhs edəcəyim məsələ baxımından da 20-ci əsrə təsiri olub. Bu nədir? Nietzsche'nin bir mətnində deməli o elə bil ki fəlsəfi baxışı həm də yol göstərici olaraq təyin edir. Yəni elmlərin gedə biləcəkləri yollar, hansı yollarla getməlidirlər, həm də belə təyin edir və orada bir neçə məqamı göstərir ki, yəni 20-ci əsrin və 21-ci əsrə tərəfdə, yəni 19-cu əsrin sonu, 20-ci əsr və 21-ci əsrə doğru mütəfəkkirlərin və elm xadimlərinin işi nə olmalıdır? Bu baxımdan işlərindən biri nə olmalıdır? Və orada o elə bil ki ingilislərdən misal çəkir və deyir ki, ingilislərdə təbiət alimləri var da, təbiətşünaslar. Bu təbiətşünasların elə kitablar yazırlar ki, indi Nietzsche o vaxtdan deyir də, elə kitablar yazırlar ki, o kitablarda bilgi insaniyyətlə iç-içədir. Yəni təbiəti öyrənməyin özü belə mexaniki şəkildə deyil, insani duyğularla, insani həyəcanla, insanı kəşf etmə təmayülü ilə iç-içədir və bu o kitablara ümumi humanist bir məzmun, forma qazandırır. Və o məsləhət görür ki, Nietzsche yol göstərici olaraq deyir ki, 20-ci əsrin də elm xadimləri içərisində, mən sizə məzmunu deyirəm də, elm xadimləri içərisində bu yolu tutanlar olmalıdır ki, o bilirsiniz, elə bil ki, xalis təbiətşünas modeli yaranmalıdır insan olaraq və o elmin yollarını o müəyyən eləməlidir. Onlar müəyyən eləməlidirlər. Çünki bu insaniyyəti qoruyaraq elmlə məşğul olmaqdır. Düşünürəm ki, bu xəttin, mən indi bunu bütün elmin gedişatına uyğun deyə bilmərəm və ya təbiətşünaslığın gedişatına uyğun deyə bilmərəm, amma zənn edirəm ki, bu cür bir analizin, bu cür bir yol göstərmənin 19-cu əsrin sonu və 20-ci əsrin ümumilikdə elminə hansısa xətlər vasitəsilə, kanallar vasitəsilə təsiri olub. Məsəl üçün, deyərdim ki, Herbert Wells həm alim idi, həm ədəbiyyatçı idi. Məsələn, Herbert Wells düşünürəm ki, bu yolun, necə deyirlər, yolçusuydu. Onun əsərlərində məsələn üçün Zaman Maşını adlı əsərində ki, bu yaxınlarda onu yenidən bitirdim. Oradakı alim tipi, məsələn, mənə belə tipdir. İnsanpərvər bir tipdir və o orada məsələn əsl elm adamının və ya bu şəkildə, bu nöqteyi nəzərdən baxsaq, əsl elm adamının xüsusiyyətlərini verib, xüsusiyyətlərini özündə cəmləyib, o Zaman Maşınının səyyahı da, belə deyək.
Sonra bu xəttə sonradan həm alim, həm ədəbiyyatçı olan Vladimir Nabokov 20-ci əsrdə bu yolun zənn edirəm davamçısı idi. Borges də elmi nəzəriyyələrlə bağlı söhbətlərində də zənn edirəm bu yolla bağlılığı var idi. Və xalis alimlərdən söhbət gedərsə, mən bir neçəsini misal çəkmək istəyirəm. Bəlkə hansısa belə deyək, intellektuallar üçün maraqlı ola bilər. Biri bir yaxında söhbət açmışdım ondan. Edward Wilson idi. Edward Wilson, o humanist biyoloqdur deyərdim. Onun kitablarını məsləhət görərəm. Bizim dildə də olmalıdır bir çox kitabları. Onun kitablarında sırf bax insan humanist bir təbiətşünasın baxışları, elmi dünyası özünü ifadə eləyir və orada biz bax o həqiqi alim, artıq klassik o həqiqi gerçək insan alim tipini hiss edə bilirik. Frans de Waal, desəm Frans de Waal da var idi, bir biyoloq. Mən alim deyiləm dostlar, yəni elm sahəsi ilə bağlı adam deyiləm. Frans de Waal, onun da çox yaxşı kitabları var idi, bir neçəsini oxumuşdum. O da zənn edirəm bu yolun yolçusuydu, necə deyərlər. Və elmin gedəcəyi yolun, o əsl insani yolun, insani elm yolunun modelləri, insan modelləri idilər deyə düşünürəm. Onları örnək göstərmək istədim və düşünürəm ki, bu əslində mən bunun bizdəki örnəyini Qara müəllim var idi, Qara müəllim. Onun örnəyi, onu deyə bilərdim, xatırlaya bilərdim. Qara müəllim bax bu tip bir alim tipi idi əslində. Zənn edirəm, yəni o cəhətdən Qara müəllim, yəni sırf bu cəhətdən Nietzsche'nin ondan xəbəri olsaydı, onu bəyənərdi, təqdir eləyərdi. O belə bir alim, insani alim tipi idi və 20-ci əsrdə də belə alimlər oldu. 21-ci əsrə doğru da zənn edirəm, bu xətt olaraq, gedişatı olaraq belə alimlər meydana çıxa bilərlər və o insani elmi qoruya bilərlər və gələcəyə apara bilərlər. Yəni insaniyyətlə, insani baxışla, insaniyyət baxışı ilə təbiətə yanaşaraq onu analiz edən, modelləyən alim tipi idealını qoruya bilərlər və ya o yola gedən, o hədəfə aparan yolu aça bilərlər və ya davam elətdirə bilərlər deyə düşünürəm. Bu çox xoşuma gəlmişdi bu analiz, Nietzsche'nin bu analizi. Ona görə o barədə bir dostlar, ya xatırlama da olaraq bir bölüşmək istədim. Bir fikir. Belə hələlik sizdən müğayət olun və ya bunun klassik örnəklərində isə ədəbiyyatla bağlı dediyim kimi Herbert Wells və Jules Verne Avropada, Aleksey Tolstoy Rusiyadan misal göstərmək olar. Bunlar insanpərvər elmin, humanist elmin nümayəndələrinin modelini vermişdilər. İstəyənlər ədəbi baxımdan, o modellə tanış olmaq istəyən ədəbi baxımdan da bu yazıçıların əsərlərinə üst tuta bilərlər və öyrənə bilərlər. Hələlik dostlar, özünüzdən müğayət olun.